Supermarketdə fərqli və maraqlı, pendirli belə bir noodle gördüm. Biz qardaşımla uşaq olduğu vaxtlarda atam poyezddə provodnik istəyirdi. Tuşonkadır, daşırakdır, belə şeylər anam alıb qoyurdu ki, hər dəfə reysə ona qoymaq üçün. Əksər yeməkləri ev yeməkləri qoyurdu, amma bunlardan da qoyurdu. Bizə isə bunları yeməyə icazə yox idi. Öz aləmində düşünürdüm ki, böyüyəndə, öz pulum, öz maaşım olanda hər gün bunlardan yeyəcəm, zavtraq, obed, ужин. Böyüdüm və başa düşdüm bunların ziyanı da çoxdur. Misal üçün indi bunu uje yemək olar. Amma mən biraz çox saxlayanda daha çox sevirəm. Dəhşət gözəl, pindir iyi və dadı gəlir bundan. Dadı gözəldir, ayda bir dəfə yeməyi olar. Amma nəzərə alın ki, tərkibində glutamat natri olsun, palma yağı olsun, Y360 kimi qeyd olunub. Ona görə hər gün yeməyə məsləhətli deyil.